Elçin Ağabəyim ağa. Axır vaxtlar tez-tez Ağabəyim ağanın 200 il bundan əvvəl söylədiyi o iki misra yadıma düşür. Əfsus ki, yarım gecə gəldi, gecə getdi. Heç bilmədim ömrüm necə gəldi, necə getdi. Niyə tez-tez yadıma düşür bu iki misra? Yəni yalnız ona görə ki, haçansa bir vaxt ayılırıq və görürük ki, heç bilməmişik ömür necə gəlib, necə gedib. Buradakı həsrətə görə Ağabəyim ağa Qarabağ xanı İbrahim Xəlil xanın qızı idi. Şuşada anadan olmuşdu. İrana Fətəli Şaha ərə verilmişdi. Amma həmişə də qəribçilik içində olmuşdu. Düzdür, qəribçilik səni yalnız qürbətdə basmır. Bəzən öz evinin içində də qərib olursan. Amma Ağabəyim ağanın ürəyi Qarabağda, Şuşada qalmışdı və Ağabəyim ağa dərdli bir ah çəkmişdi. Mən aşığım Qarabağ, qara salxım Qarabağ. Tehran cənnətə dönsə yaddan çıxmır Qarabağ. Əslində hər bir adamın içində öz Şuşası var. Bəzən heç bundan özünü də xəbər olmur, amma ürəyi o şüşənin içindədir, öz Şuşasındadır. O Şuşa kimin üçünsə bir həyətdir, kimin üçünsə bir tut ağacıdır, bir böyürtkən koludur, kimin üçünsə bir məhəllədir, amma o həyət də, o tut ağacı, böyürtkən kolu da, o məhəllə də əlbəttə özü özlüyündə Şuşa deyil. Oradakı təbəssümdür. Hisdir oranın həmişəlik keçmişdə qalmağından doğan təəssüfdür, həsrətdir. Hər birimizin bir-birinə bənzəməyən, amma elə bil ki, əbədi olan bir həzinlik içində eyni təəssüflə, eyni həsrət, eyni yanğı ilə illər keçdikcə rəngini itirən, cizgiləri əriyən öz Şuşası. Bu nə müdriklik dərsidir belə mən verirəm? Bu nə nəsihətdir belə? Ağabəyim ağa 2 misra da demişdi. Ey nasih nəsihətçi mənə əbəsdir əbəs, ətəkləyər sözlərin atəşimi söndürməz.